Salam izləyicilərimiz, Xazar rayonu Binə qəsəbəsindən Binənin mərkəzində gözəl bir şəxsi tikili evimizin təqdimatındayıq. Evimiz 4 sotun içində inşa olunmuş bir evdir. 250 kvadratda izləyicilərimiz 2 mərtəbədən ibarətdir. Evimizin sənədləri, paket kupçədə izləyicilərimiz gördüyünüz kimi bunun bağ hissəsidir. Arxasına keçməyi var, böyrünə keçməyi var. Evimiz 7 daş kürsü, 2 mərtəbə beton monolitindən inşa olunmuş bir evdir. İndi isə sizi tanış edək evimizin içini izləyicilərimiz. Bu evimizin kardiş hissəsi izləyicilərimiz solda belə gözəl bir mətbəxdir. Mətbəx çox genişdir. Gördüyünüz kimi. Burada bir yataq otağı. Yataq otağı da gördüyünüz kimi çox genişdir. Burada sanitar və sanzir qoşağıdır. Gördüyünüz kimi. Sanitar və sanzir qoşağı. Kombisinə qədər yerindədir. Ayrı-ayrılıqdadır sanitar və sanzir qoşağı. Burada evimizin qonaq otağı da izləyicilərimiz gördüyünüz kimi qonaq otağı da çox genişdir. Aboylarına qədər vurulub. Evimizdə xırdapara işlər qalıb. O da real alıcı ilə danışmaq olar. Bu da evimizin ikinci yataq otağıdır. İndi isə evimizin ikinci mərtəbəsinə tanış eləyək. Gördüyünüz kimi pilləkən yığılıb. Dolğulaq qalıb bir nəmələr şeylər, xırdapara işlərdir. Evimizin ikinci mərtəbəsi də izləyicilərimiz. İkinci mərtəbədə sağda burada istipoldur yer. Gördüyünüz kimi otaq kimi də istifadə eləmək olar. Süzzat hamısı çəkilib. Burada sanitar və sanzir qoşağı zad da yığmaq olar. Bu evimizin bir yataq otağı da izləyicilərimiz gördüyünüz kimi. Yataq otağı da çox genişdir. Gizli işıqları nə qədər varıdır. Bu evimizin ikinci yataq otağıdır. Buradan evimizin balkonuna çıxış var. Gördüyünüz kimi ətraf yaşayışdır. Düz binənin mərkəzindədir izləyicilərimiz. Bu da evimizin geniş bir qonaq otağıdır. Əzizləyicilərimiz gördüyünüz kimi qonaq otağı harasa 10'un 5'ədir gördüyünüz kimi belə. Evimizin start qiyməti 180 min manata deyilir. Real alıcı gözəl bir endirim olar. Bu ev kimə maraqlıdır, bu üçün səfədəki nömrə ilə əlaqə saxlasın. Evimizin sənədləri paket kupçadır. 4 sotun içində inşa olunmuş bir evdir əzizləyicilərimiz. Evin öz kvadratı 250 kvadratdır.